söhbətimiz də elə bu yöndə olacaq. Hazırda Ukrayna və Rusiya arasındakı proseslərdən danışacaq, Pasxa atəşkəsindən danışacaq. Putin bu atəşkəsin bir qədər də yoxlama mövqeyi ilə elan edildiyini deyir. Biz də müzakirələr aparacağıq. Həqiqətən də bu atəşkəsin uğurlu olub-ola bilməyəcəyi ilə bağlı və bundan sonraki proseslərə təsiri ilə əlaqədar studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla. Rəşad bəy, xoş gördük sizi. Xoş gördük. Həqiqətən də Putinin dediyi kimi növbəti atəşkəsə, daha dayanıqlı atəşkəsə yol açmaq üçün bir vasitədirmi bu Pasxa atəşkəsi və yaxud da ki, Putin belə bir açıqlama verir, onun niyyətini mi ortaya qoyur? Zelenski sərt cavab verdi. Deyir ki, atəşkəsi elan edirsiniz, amma şahid dronları da bizim səmamızdadır. Putinin bu atəşkəslə bağlı təklifi daha çox, belə deyək mümkünsə, göstərməli bir təklifdir. Yəni, bunun arxasında həqiqətən də atəşkəs istəyi və müharibənin dayandırılması ilə bağlı istək dayanmır. Söhbət ümumiyyətlə belə götürəndə bir günlük cəmi, belə demək mümkünsə, atəşkəsdən gedir. Amma eyni zamanda da atəşkəs elan edən tərəf, eyni zamanda baş qərargah rəisi ilə görüşdə də 11 istiqamətdə hücumların davam etdirilməsindən danışır. Hal-hazırda Ukraynaya doğru Rusiya tərəfindən hücumların davam etdirilməsindən danışır və Zelenskinin də dediyi kimi nə raket zərbələri dayanır, nə pilotsuz uçuş aparatlarının uçuşları dayandırılır, heç nə baş vermir. Yəni, baxın, Putinin atəşkəslə bağlı təklifində bir maraqlı cümlə var. O da ondan ibarətdir ki, əgər Ukrayna tərəfdən hər hansı bir istiqamətdə zərbələrə şahidlik eləyəcəksə, onda cavab zərbələri endiriləcək. Yəni, başqa sözlə, Putin elan elədiyi atəşkəsdən 2 saat sonra yenidən Ukraynanın bu və digər ərazilərinin zərbə altına alınması ilə bağlı göstəriş verəcək və çox rahat şəkildə deyə bilər ki, biz Ukrayna tərəfindən atəşkəsə riayət olunmadığına şahidlik etdiyimiz üçün cavab zərbələri endirdik. Ukrayna tərəfi üçün bu günləri bu atəşkəs tələbini, belə deyək, təklifini Putinin qəbul etmək doğrudan da çətin məsələdir, yəni doğrudan da ağır məsələdir. Çünki Ukrayna tərəfi burada əraziləri işğal altında olan, mülki əhalisi öldürülən, davamlı şəkildə əraziləri bu və ya digər şəkildə bombardman edilən tərəfdir və hər hansı bir şəkildə də Rusiya tərəfinin səmimiliyinə inanmadıqları üçün, Rusiya tərəfinin real atəşkəs istədiklərinə inanmadıqları üçün təbii ki, bu şəkildə qərar vermək və biz də dayandırırıq, belə deyək, atəşi demək olduqca çətindir. İkinci bir tərəfdən, atəşkəsin elan olunmasının özünün indiyə qədər gördüyümüz təcrübə onu deməyə əsas verir ki, konkret qaydaları var. Yəni, sən Pasxa bayramı ilə bağlı atəşkəs etmək niyyətində edilsə, bunu bir həftə əvvəldən elan edirdin. Bu istiqamətdə danışıqlar aparılırdı əks tərəflə və nəticə etibarilə tərəflər razılaşıb, eyni gündə, eyni anda, eyni saatda da atəşkəsi elan edirdilər. Qarşılıqlı bir qərar. Bəli, yəni yoxsa ki, mən bu saatda otururam və birdən-birə atəşkəs edən digər tərəfə də deyirəm ki, ya bunu qəbul eləyəsən, ya da ki, mən sən qəbul eləmədiyin üçün yenidən bombardman edəcəyəm ərazilərimi. Yəni, bu təbii ki, səmimi atəşkəs təklifi deyil. Həqiqətən hələ də Putinin Zelenskini bir dövlət başçısı və yaxud da ki, Ukraynanı bir dövlət kimi görməməyi, qəbul etməməyinə irəli gəlir. Nəyə görə belə bir qərarı öz başına, yəni özü verir? Deməzdim, yəni Zelenskini dövlət başçısı görmürsənsə də belə, sən bu məsələ ilə bağlı müzakirə aparmaq istəsəydin, elə indi o dostlaşdığın Amerika Birləşmiş Ştatları vasitəsilə bu mesajı Ukraynaya çox rahat şəkildə çatdıra bilərdi. Yəni, bu olmayıbsa, yenə deyirəm, buna hazırlıq baş verməyibsə, demək ki, ortada məqsəd o deyil ki, doğrudan da atəşkəs olsun, doğrudan da atəş dayansın. Yəni, biz Ukrayna tərəfinin Trumpın təklif etdiyi atəşkəs sazişinə razılıq verməsindən sonra Rusiya tərəfinin bu günə qədər də hələ o istiqamətdə konkret mövqe ortaya qoymadığını da bilirik. Yəni, atəşkəs istəyən tərəf təbii ki, hər hansı bir ilkin şərt irəli sürmədən bu atəşkəsə razılıq verib, ondan sonra atəşkəs fonunda danışıqların davam etdirilməsini istəyər. O zaman nə canlı itki qüvvəsi tələf olmaz, nə silah və texnika işlənməz, nə ümumiyyətlə qan tökülməz və heç nə olmaz. Yəni, əgər bunlar baş vermirsə, demək ki, Rusiya tərəfi bu məsələdə səmimi deyil və o baxımdan düşünmürəm ki, Ukrayna tərəfi də
bu sazişə müsbət cavab versin. Bir şey də deyim ki, Putin kifayət qədər yaxşı bilirdi bunu təklif eləyəndə ki, Ukrayna tərəfi bu şəkildə atəşkəs təklifini qəbul etməyəcək və dolayısıyla bilə-bilə bu təklifi irəli sürürsə, deməli məqsəd həm də Ukraynanı hədəfə qoymaq, Ukraynanı sülh istəməyən tərəf kimi göstərmək, Ukraynanı atəşkəs istəməyən tərəf kimi təqdim etməkdən ibarət olur. Əsas məsələ bu günləri Putinin təklifində bunlardan ibarət. Bir Ukrayna rəsmisinin New York Post-da açıqlaması var ki, Ukrayna hazırda Amerika Birləşmiş Ştatlarının təklif etdiyi atəşkəs məsələsinə 90% razıdır. Bu təklifə və Londonda tam və hər tərəfli bir atəşkəs razılaşması gözlənilir gələn həftə deyir. Tam və hər tərəfli dedikdə, Ukraynanın razılığı dedikdə, Ciddədəki danışıqlarda da Ukrayna razı idi, Rusiya yox dedi. Yəni, bu artıq Ukrayna rəsmisi belə bir açıqlama verirsə, Rusiya tərəfindən də bir siqnalların olduğunu deməyə əsas verirmi bu? Bilirsiniz, məsələ necədir? Onu bugün Ukrayna Müdafiə Naziri də ortaq oxşar bir bəyanatla çıxış edib və bildirib ki, Trumpın təklif etdiyi sazişin 90% demək olar ki, razıdır Ukrayna tərəfi və bilirik ki, biz görüş keçirildi, Avropa İttifaqı, Amerikanın birgə görüşü keçirildi atəşkəslə bağlı və nəticə etibarilə növbəti həftə Londonda da görüşün davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə olundu. Amma ortada məsələ nədir? Ortada məsələ ondan ibarətdir ki, bu günləri Trump və onun komandası Rusiya və Ukrayna arasında atəşkəsin artıq əldə olunacağına ümidlərini itirib. Yəni, bu ortadadır, çünki biz həm Amerikan rəsmilərinin, həm də bu günləri Trumpın özünün də dilindən faktiki açıqlamanı eşitdik ki, Amerika bu danışıqlardan çəkilə bilər. Yəni, əgər gələn həftədə oxşar bir, necə deyərlər, uyğun gələn bir variant olmasa ortada, Rusiya tərəfinin və Ukrayna tərəfinin ümumi razılaşmasına nail olunmasa, Amerika Birləşmiş Ştatlarının daha vacib prioritetləri var. Yəni, fikir bundan ibarətdir. Bəs ən böyük prioritet, ən böyük önəmli İndiyə məsələ qədər ən böyük prioritet Ukrayna deyilirdi. İndi deyilir ki, daha vacib prioritetləri var və ona görə də uzun müddət biz Rusiya-Ukrayna cəbhəsində belə deyək, vaxt itirmək, danışıqlara vaxt itirmək niyyətində deyilik. Bu onu göstərir ki, Amerika tərəfi kifayət qədər yaxşı görür ki, Rusiya tərəfi, yəni əgər Ukrayna tərəfi doğrudan da 90% atəşkəsə razılığını irəli sürübsə, deməli ki, məsələ Rusiya tərəfindədir. Rusiya tərəfi konkret olaraq o şərtlə atəşkəsə getməyi təklif edir ki, Ukrayna tərəfi hüquqi cəhətdən işğal olunmuş ərazilərin Ukraynanın nəzarətində qalmasını tanısın. Bu təbii ki, mümkün olmayan bir şeydir. Yəni, heç kim, heç bir dövlət nə qədər zəif olursan ol, nə qədər, belə deyək, güclü düşmənlə üz-üzə qalırsan qal, ərazilərin işğal olunmasını tanıyacağı ilə bağlı bəyanat vermək həmin dövlət üçün heç bir halda qəbul edilən deyil və heç bir dövlət başçısı üçün də bu qəbul edilən deyil. Sadəcə Ukrayna tərəfinin təklifi indiyə qədər ondan ibarətdir ki, ərazilər qalırsa, Rusiyanın nəzarətində qalırsa, bu sonraki, belə deyək də, münaqişə dondurulur, danışıqlar mərhələsi başlayır və sonraki mərhələyə keçir artıq o ərazilərin qaytarılması, dinc yolla qaytarılmasından söhbət gedir. Amma bugün faktiki olaraq Amerika Birləşmiş Ştatlarının bu mövqedən çıxış etməsi və faktiki olaraq, baxın, bu Amerika Birləşmiş Ştatlarının bu bəyanatı təkcə Rusiya verilmiş bəyanat kimi qəbul olunmamalıdır ki, ya razılaş, ya mən çəkiləcəyəm danışıqlardan. Bu həm də Ukraynaya və o cümlədən də Avropa İttifaqına verilmiş bəyanat kimi qəbul olunmalıdır. İndiyə qədər bu və ya digər şəkildə Avropa İttifaqını proseslərdən kənarda saxlayan Amerika danışıqlar prosesindən bu günləri bəyanat verir və deyir ki, danışıqların o mərhələsinə çatsaq ki, Rusiya qarşı sanksiyaları aradan götürmək lazımdır artıq, yumşatmaq lazımdır. O zaman bu sanksiyaların böyük hissəsi həm də Avropa İttifaqı tərəfindən qəbul olunduğu üçün Avropa İttifaqı da danışıqların həmin mərhələsində artıq tərəf olacaq və iştirak eləməlidir. İndi görsənən ondan ibarətdir ki, mən inanmıram ki, gələn həftə görüşdə də hər hansı bir müsbət nəticə əldə olunsun. Görünən ondan ibarət olacaq ki, Trump bir müddəlik, qısa bir müddətlik də olsa, proseslərdən Amerika Birləşmiş Ştatlarını çəkmək mövqeyi ortaya qoyacaq. Bu məqsədli şəkildə olacaq, bir müddət çəkilsin, yəni... Çəkilsin, Avropa İttifaqı tam gücü ilə, yəni bütün yük atılsın Avropa İttifaqının çiyinlərinə, Avropa İttifaqı tam gücü ilə Ukraynaya dəstək nümayiş etdirsin, hətta o mərhələdə
artıq Ukraynaya ayrı-ayrı Avropa İttifaqı ölkələrinin qoşunlarının və yaxud da Böyük Britaniyanın Bu qoşunlarının... zaman gizli şəkildə Amerika Birləşmiş Ştatlarının hansı addımlarını atmağı mümkündür bəs? Yoxsa tamamilə çəkiləcəyini mi dəyərləndirirsiniz? Baxın, Amerika Birləşmiş Ştatları üçün bu günləri Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması nə üçün lazımdır? Özünün maraqlarını təmin etmək üçün lazımdır. Bir tərəfdən Ukraynanın təbii sərvətlərinə çıxış imkanlarının əldə edilməsi və onların artıq, belə deyək, oradan çıxarılması prosesinə başlanılması. İkinci bir tərəfdən Rusiya ilə münasibətləri bərpa eləyib, oxşar bir sazişi də Rusiya ilə bağlayıb, oradan da dividendlər əldə etməkdən ibarətdir. Yəni, bu baş vermirsə, Amerika Birləşmiş Ştatları üçün artıq böyük ölçüdə Rusiya və Ukrayna arasında müharibə nə qədər davam eləyəcək, Avropa İttifaqı burada hansı yükü üzərinə götürəcək və s. bu artıq ikinci dərəcəli bir məsələdir. Amerika Birləşmiş Ştatları indi onu etməyə çalışır ki, tərəflərin hər birinin ona ehtiyacı yaransın. Bu ehtiyac hansı formada yarana bilər? Yoxluğunda. Amerika kənara çəkilir, Avropa İttifaqı bütün gücünü qoyur Ukraynaya dəstək üçün və hətta qoşunların artıq yerləşdirilməsi məsələsi də gündəmə gəlir və nəticə etibarilə Rusiya tərəfi də bu və ya digər şəkildə hansısa güzəştlərlə getmək məcburiyyətində qalır və Trump yenidən, necə deyərlər, meydana qayıdır. Ümumi bu dəqiqə plan görsənən hər halda, plan ondan ibarətdir. Hər halda biz gələn həftə o Londonda planlaşdırılan görüşdən sonra daha detallı şəkildə mövqe bildirə biləcəyik. Amma bugünə görüntü sırf bundan ibarət. Çox sağ olun. Təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiniz. Çox Önəmli dəyərləndirmələr üçün Şərqi Avropa cəbhəsində baş verən prosesləri təhlil etdik. Rusiya-Ukrayna arasında Pasxa atəşkəsi elan olub. Nə qədər dayanıqlı olacaq? London görüşündən gözləntilər nədir? Gündəmin müzakirəsini bugünlük tamamlayırıq. Sağ olun, salamat qalın.